Dünyanın ən dəyərli qidası arı çörəyi olan güləm. Qanı artırmaq üçün, immuniteti artırmaq üçün, sonra əməliyyatdan çıxan insanlar, halsız olan insanlar, bax mükəmməl bir vasitədir bax bu. Bismillah. Çalışın. Tez udmayın. Elə yavaş-yavaş çiğnin ki, dilin altından sorulsun inşallah. Çox mükəmməl bir şeydir bu. Hər zaman qəbul edirəm mən. İnşallah. Ürəyə çox gözəl faydası var. Bax, ürəyə çox gözəl faydası var. Halsızlıqdan əziyyət çəkən insanlar, immun sistemini yüksəltmək istəyən insanlar, sonra ən çox da əməliyyatdan çıxan insanlar var, zəif insanlar bundan istifadə eləsin.